35-ci suala baxırıq. Benzol halqasına CH3 qrupu birləşdikdə orta və para vəziyyətdə, CH qrupu birləşdikdə isə meta vəziyyətdə əvəz etmə baş verir. Biz bunu birinci və ikinci növ əvəzləyicilər olaraq adlandırmışdıq. Deyirdik ki, birinci növ əvəzləyicilər 2-4-6 vəziyyətində, ikinci növ əvəzləyicilər 3-5 vəziyyətində əvəzləməni təmin edir. Gəlin bir də onun nöqtələrini göstərək. Demək, metil qrupu olanda hansı vəziyyətdə olur? Orta və para vəziyyətdə. Özünə nəzərən orta vəziyyəti nöqtə ilə göstərirəm, para vəziyyəti də nöqtə ilə göstərirəm. Bu 2, 4, 6 vəziyyəti ola bilər. Əgər COH qrupu, yəni ikinci növ əvəzləyici birləşmiş olarsa, o zaman özünə nəzərən meta vəziyyətdə əvəz etmə reaksiyası baş verir. Özünə nəzərən meta vəziyyət bu nöqtələrdir. Başqa sözlə 3, 5. İndi gəlin bir-bir cədvəldə verilənləri yoxlayaq. Maddələr verilib 2 metil benzoid turşusu, onun nitrat turşusu ilə reaksiyasından əmələ gələ bilən mononitro törəmələrin sayını tapmalıyıq. Gəlin deyilən maddəni qeyd edək. Benzoid turşusu 2 metil. 2-yə metil qrupu düşüb. İndi biz nitrat turşusu ilə əvəzləmə zamanı hansı vəziyyətlərdə əvəzləmənin getdiyinə baxacağıq. Əvvəlcə CH qrupundan başlayaq. CH qrupu özünə nəzərən 3-5 vəziyyətdə və yaxud da meta vəziyyətdə əvəzləmə edə bilər. Demək, özünə nəzərən özü buradadır. Meta vəziyyət bura düşəcək və yaxud da bura düşəcək. Belə olan halda 1 və 2 fərqli izomer yarana bilər. Oxla da göstərək. Ya burada ola bilər, ya da burada ola bilər. İndi keçirəm metil qrupuna. Metil qrupu özünə nəzərən orta və para vəziyyətdə əvəzləmə edə bilər. İndi özünü də işarə eləyək. Özü buradadır. Özünə nəzərən orta vəziyyət bura düşür və yaxud da bura düşür. Demək, bu ehtimal var idi deyə götürməyəcək. Para vəziyyət də bu yana düşür. Yenə də bu ehtimal var idi deyə əlavə etmədik. Demək, birinci halda x bərabərdir 2. Bir daha qeyd edək. CH3 qrupunun ötürdüyü istiqamətlər COH ilə üst-üstə düşdüyünə görə yeni ehtimal kimi qeyd etmədik. O zaman x bərabərdir 2 olur. Növbətiyə keçək. Növbəti maddəmiz benzoid turşusudur, ancaq 3-də metil qrupu var. Və burada yoxlayaq. Əvvəlcə COH-dən. COH-ın özü burada. Yoxlayaq. Əvvəlcə COH-dan başlayaq. Dedi ki, COH meta vəziyyətə yönəldir. Özünə nəzərən ya bura yönəldə bilər, ya da bura. Bu hissə doludur. Ona görə bir ehtimal qeyd edirik ki, metil qrupunun olduğu yerdə əvəzləmə ola bilməyəcək. İndi keçirik metil qrupuna. Metil qrupunu da buradan qeyd edək. Özünə nəzərən orta və para. Özünün ortası bu istiqamətdədir. Qeyd elədik. Hər iki istiqaməti 2, 3 fərqli ehtimal. Para vəziyyətdə buradadır. Özünə nəzərən bax bu istiqamətdədir. Ona görə oldu 4 ehtimal. Beləliklə y bərabərdir 4. Burada bir şeydə diqqət etmək lazımdır ki, əgər eyni adlı maddələr alınırsa, onu bir ehtimal götürməliyik. Burada əvəzləmə zamanı fərqli nöqtələrdə olduğundan fərqli maddələr alınır. Növbətiyə keçək. Baxaq. Əvvəlcə yenə də COH qrupundan qeyd elədik ki, COH qrupu meta vəziyyətə yönəldir. Özünə nəzərən ya bura yönəldəcək, ya da bura yönəldəcək. Burada heç bir fərq yoxdur. Yəni, nömrələmə zamanı bu yandan da gəlsək eynidir, bu yandan da gəlsək eynidir. Ona görə bir ehtimal götürəcəyik. 2 ehtimal götürə bilmərik. İndi keçdik metil qrupuna. Metil qrupunu da başqa rənglə qeyd edək, qırmızı rənglə. Dedik ki, metil qrupu özünə nəzərən orta vəziyyətdə, qırmızı üst-üstə düşdü, yeni ehtimal yazmırıq və para vəziyyətdə. Burada da CH qrupu var deyə qeyd edə bilmərik. Beləliklə, başqa ehtimal yaranmadı. Yalnız bir ehtimal. Z bərabərdir 1. Gəlin cavaba baxaq. Demək, cavab 2, 4, 1. A variantı olar.